Ben bir şeyi də xatırlatmaq istəyirəm. Bunu da dəfələrlə demişəm. Yəni yenə də o Ramiz Mehdiyev də vəzifəsində olanda, yəni ondan qabaq o illərdə də, ondan sonraki illərdə də o Avropada oturan o söyüş müxalifətinin arxasında həm də Rusiya var. Bu üçbucaq işləyib həmişə. Bakı, Moskva, Avropa, Amerika. Bunlar, yəni qərb deyək də ümumi. Yəni bunların arxasında həm də Rusiya var. Bəzi adamlar mənə deyir ki, bunlar Avropada oturublar, Avropa pərəstlərlə, qərb demokratiyasına könül veriblər, boş şeydir. Onların bir ucu Moskvaya bağlıdır həm də. Yəni buradan Ramiz Mehdiyev, orada Moskva, orada da qərb. Bu nəyə lazımdır? Ölkə içində normal mətbuatı sıxışdırıb, boğub, gözdən salmaq. Bax bugün, məsələn, mənim kimi adam tutaq ki, cəmiyyət içinə çıxanda, məni tanımayanlar olanda jurnalist olduğumu demirəm. Niyə demirəm? Çünki jurnalistikanı gözdən salan o qədər adam var ki ortalıqda. Və siz xatırlayarsınız, biz Mətbuat Şurasında illərlə o reket dediklərimizə qarşı mübarizə aparırdıq. Ki, gətirib bunu dövlət müstəvisində həll etmək istəyirdik. Orada məsələ dirənirdi. Keçə bilmirdik oradan. Hansısa nazir, hansısa məmur, nə bilim də vəzifəli şəxs, vəzifəsiz şəxs onları himayə edirdi. Elə jurnalist adına iddia edən adam vardı ki, pistoletlə gəlirdi Mətbuat Şurasına. Pistoletlə. Təsəvvür edirsiniz? Əlbəttə. Hamının bildiyi... Mətbuat Şurasının idarə heyətinin üzvü idi. Üzvü değildi. Sadəcə ona şikayətlər olurdu ona bağlı, pistoletlə gəlirdi adamlar. Niyə adını çəkənmirik ki onun? Mən çəkmək istəmirəm. Niyə? Çünki yatıb çıxıb bir neçə dəfə. Yəni həbsə düşüb çıxıb, həbsə düşüb çıxıb. Bunu kim həbsdən azad eləyirdi? Kim edə bilərdi? Kimin gücü çatardı sizcə? Mənim gücüm çatmaz ki, sizin gücünüz çatmaz ki. Onları yemləməyin məqsədi nə idi? Məqsəd o idi ki, mətbuat gözdən salınır, ölkə içində normal jurnalistika küncə sıxışdırılır və əvəzində nə olur? Vətəndaşın, informasiya istehlakçısının acılığı yaranır. Alternativ informasiya axtarışı başlayır. Çünki istehlakçı, yəni o informasiya istifadəçisi axtarır, tapa bilmir axı istədiyini. Nə edir? Alternativə üz tutur. Alternativ də hardadır? Avropadakı söyüşçülər. Onlar vətəndaşın problemindən də danışır. Tutaq ki, haradasa yol dağılıb, nə bilim, suyu yoxdur, qazı yoxdur, işığı yoxdur, pensiya ala bilmir, uşaq pulu və s. Bunlar haqqında danışır, vətəndaş deyir, halal olsun. Bunlar bu haqda danışır. Biz danışanda bizim üzümüzə bütün kanallar bağlanır. Və onlar danışır və istifadəçilər, vətəndaşlar yönəlir onlara, çevrilir olur onların daimi tamaşaçısı, oxucusu və onlar da oradan nə edirlər? Prezident İlham Əliyevi söylürlər, ailəsini söylürlər, bizim kimi adamları söylürlər və faktiki olaraq vətəndaşı öz arxalarınca aparırlar. Bunun şəraitini kim yaratmış olar? Mən o cür adamlar haqqında bunu o vaxt demişəm. Məni nə bilim, Əli Həsənovun adamı, Ramiz Mehdiyevin adamı, kimin adamı deyirdilər də o vaxt, düzdürmü? Amma buna baxmayaraq mən bunu demişəm. İndi haqqında bu cür şeylər dediyim adamlarda o ürəyi görmürəm. Onlar efirə çıxır, o ictimaiyə də, AzTV-yə də. Amma onlar heç vaxt demir ki, Azər Əsrət niyə bura çıxa bilmir?